Spirtli içkilərin haram və günah mənbəyi olması mövzuları bir çox ailələrdə gedir və uşaqlarda müəyyən qədər otorite yaratmağa səbəb olur. Yəni artıq bu uşaqlar bu sözün təsiri altında müəyyən yaşa qədər o şeylərdən uzaq qalınmasını bilirlər. Ancaq nədənsə bir dönəm sonra artıq uşaqlar böyüyür, dünyanı kəşf eləməyə çalışırlar və həmçinin də onlara kiçik yaşlardan dayatılmış olmaz, haram, günah sözlərini müəyyən qədər sorğulamağa başlaya bilərlər və bəziləri hətta buna qarşı demonstrativ hərəkətlər göstərib buna qarşı çıxır və o haram, olmaz olan şeyləri prob eləməyə çalışırlar əllərinə düşən ilk fürsətdə. Buna görə də düşünürəm ki, bir şeyin, xüsusən də burada spirtli içkinin nə üçün haram, nə üçün olmaz olmasını daha aydın açmaq və uşaqlara daha yaxşı izah eləmək lazımdır ki, sadəcə bir sözün qorxusu yox, həmçinin də o sözün altında nəyin yatdığını o uşaq daha gözəl şəkildə dərk eləsin. Ona görə də bugün spirtli içkilərin insan bədəninə zərərindən danışırıq. Və ilk öncə başlayırıq ta başdan, beynimizdən. Ümumiyyətlə, əvvəllər düşünürdü ki, spirtli içkilərin az miqdarı müəyyən qədər qan damar sisteminə xeyirli ola bilər. Amma son aparılan tədqiqatlar göstərir ki, az miqdarda belə onlar bizim bədənimizə təsir göstərməyə başlayırlar. Və az miqdarda qəbulu beyində qəbuldan sonra psixomotor ləngimə, yəni həm düşüncələrimizdə, həm də hərəkətlərimizdə lənginməyə səbəb ola bilər. Bəzən aqressiyaya səbəb olur, yaxud da əhval-ruhiyyənin dəyişməsinə. Amma uzun dönəmdə asıllıq halında artıq çox qəbulda isə beyin toxumasının pozulması, erkən sıradan çıxması, Alzheimer və Wernicke ensefalopatisi kimi problemli xəstəliklərin, insanın yaddaşının itməsi ilə gedən xəstəliklərin daha erkən yaşda ortaya çıxmasına səbəb ola bilər. Düşürük aşağı və ikinci orqanımız ürəyə. Ürək, təbii ki, ürək damar sistemi də burundan, alkoqoldan yan keçmir. Birincisi, az miqdarda qəbuldan danışaq. Az miqdarda qəbulu ürəkdə ritm pozğunluqlarına gətirib çıxara bilər və hətta belə bir holiday heart deyə bir simptom kompleksi var. Məhz bu tətil günlərində və yaxud da istirahət günlərində çoxlu miqdarda alkoqolun, yaxud da lap az miqdarda da olsa alkoqolun qəbulu nəticəsində kəskin simptomların başlanmasıdır. Bura aiddir ki, ürəkdə qulaqcıqların səyirməsi, ritm pozulması, döyüntülərin artması və həmçində döş qəfəsində ağrı kimi simptomların yaranması. Uzun müddətdə qəbulda isə ürək funksiyası get-gedə pozulur, ürək quruluşunu dəyişir, genişlənir, amma funksiya görə bilmir və nəticədə ürək çatışmazlığına, infarkta qədər gətirib çıxara bilər. Düşürük biraz da aşağıya və gəlib çatırıq qaraciyərə. Qaraciyər təbii ki, alkoqolla, spirtli içkilərlə ən çox adı hallanan orqanlardan biridir. Bu orqanda isə az miqdarda qəbulu yağlanmaya səbəb ola bilər, amma çox miqdarda və davamlı qəbulu isə artıq həm sirroza, yağlanmanın hepatitə keçib, onun sirroza keçməsi və daha sonra da qaraciyərin xərçəng riskini artırır. Növbəti orqanımız mədə-bağırsaq sistemidir. Az miqdarda qəbulu mədənin selektiv qişasını pozur və reflux, qastrit kimi durumların yaranmasına gətirib çıxarır. Müntəzəm qəbulu və yaxud da ara sıra qəbulu isə artıq mədə-altı vəzin iltihabına, kəskin iltihabına və həmçində uzun vədədə mədə-bağırsaq sistemində müxtəlif orqanlarda iltihabı proseslərin yaranması, daha sonra bağırsaqlardan maddələrin sorulmasının zəifləməsi nəticədə vitamin çatışmazlığından tutun da xroniki pankreatit, şəkərli diabet, qan şəkərinin tənzimlənməsinin pozulması kimi durumlara qədər gətirib çıxara bilir. Növbəti orqanizmimiz isə bizim reproduktiv, yəni cinsi orqanlarımızda həm kişilərdə, həm də qadınlarda spirtli içkilərin qəbulu onların cinsi orqanlarının həm funksiyasının zəifləməsinə, daha sonra da gələcəkdə sonsuzluğa aparacaq qədər ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Bununla da qalmır, qadınlarda araşdırmalar göstərir ki, az miqdarda qəbulu belə ümumiyyətlə süd vəzi xərçənginə aparma riski yüksəkdir. Və son olaraq da immun sistem, istər az miqdarı olsun, istərsə də çox miqdarı olsun, bu içkilərin qəbulu immun sistemimizi də sıradan çıxarır, bizim xəstəliklərə qarşı müqavimətimizi azaldır və bədənimizdə gizli yatmış vərəm xəstəliyi kimi fürsətçi infeksiyaların belə ortaya çıxmasına zəmin yaradır. Göründüyü kimi, danışımdan bəlli olduğu kimi bu içkilərin 1-2 yox, demək olar ki, bədəndə təsir göstərmədiyi bir orqan yoxdur və bu orqanlarda geri dönməz fəsadlara gətirir. İnsan həyatının
keyfiyyətinin aşağı düşməsi, xəstəliklərin artması, baş qaldırması kimi fəsadlara gətirib çıxarır. Dediyim kimi, əvvəllər az miqdarının okey göründüyü bu içkilər artıq bugün az miqdarının belə bədənə geri dönüşü bərpa olmayan, yəni geri dönüşsüz zərərlər vuracağı aşkar edilmişdir. Buna görə də bu içkilərin haram olduğunu izah edərkən plus yanına nə üçün haram olduğunu da izah etməkdə fayda var.